Qaranlıq otaq, səssiz otaq və şüasız otaq. Keyfiyyətli və dərin yuxu üçün ən vacib nüanslar bunlardır. Dərin yuxu bizə əzələ kütləmizi qoruyub, yağlarımızı, piylərimizi yandıraraq ən sağlam şəkildə arıqlamaq üçün çox vacibdir. Bura yatdığım otaqdır. Nəsə görürsünüz burada. Mən də heç nə görmürəm. Çünki bir nömrəli yağ yandıran hormon olan somatotropin, GH hormonu, yəni bizim dildə böyümə hormonu, biz dərin yuxuda olarkən ən pik səviyyədə ifraz olunur. Böyümə hormonu ilk növbədə lipoliz prosesini aktivləşdirir. Yəni bədən yağlarımızı, piylərimizi parçalayaraq gliserol və yağ turşularına çevirir ki, ürək, əzələlər, toxumalar həmin bu yağ turşularından enerji mənbəyi kimi istifadə edir. Böyümə hormonunun başqa bir möhtəşəm funksiyası da əzələlərdə protein sintezini artırmasıdır. Bu bilsiz nə deməkdir? Yəni böyümə hormonu əzələ kütləmizi qoruyaraq onun əriməsinin qarşısını alır və enerjini birbaşa yağlara, piylərə yönəldir. Böyümə hormonu da iki vaxtda maksimum səviyyədə olur. Bir, uzun müddətli aclıq dönəmlərində, iki, dərin və keyfiyyətli yuxu zamanı. Ona görə böyümə hormonunu ən pik səviyyədə saxlamaq istəyirsinizsə, mütləq şəkildə axşam saat 10-dan, uzağı 11-in yarısından yerivizə girib 11 tamamda yatmağa çalışmalısınız. Çünki böyümə hormonu ən pik səviyyədə gecə saat 11-2 arasında ifraz olunur və 3-ə, 4-ə, 5-ə doğru tədricən zəifləyir. Yəni birbaşa melatonin hormonunun ifrazı ilə əlaqəlidir. Melatonin hormonu isə dərin və keyfiyyətli yuxu zamanı ifraz olunur. Yəni qaranlıq, səssiz və işıqsız otaqda. Sağlam olun, sağlam qalın.